Əmma bəd, Allah Teala bu cümə gününün xeyir və bərəkətindən cümləmizə inayət etsin. Allah Teala bütün müsəlmanların dualarını, ibadətlərini qəbul etsin inşallah. Mövzumuz Allah Teala'nın Əl-Hədi ismidir. Yəni Allah hidayət edəndir. Və Allah Teala'nın Hadi ismi ilə yanaşı biz hidayət mövzusuna başladıq ki, Quran-ı Kərimdə olan hidayətlə bağlı ayələr, o cümlədən Quran-ı Kərimin özünün bir hidayət kitabı olması barəsində danışdıq ki, neçə insanlar şərqdən, qərbdən fərq etməz, Quran-ı Kərimi oxumaqla hidayət olublar. Ayələr oxuduq ki, Allah Teala buyurur ki, Quran-ı Kərim barəsində ki, Hudən linnas, insanların hidayət olması üçün bir kitabdır. Keçən cümə günündə biz danışdıq ki, Peyğəmbərlər hidayət olmuş şəxslərdir və hidayət edənlərdir. Özləri hidayət olublar və insanları da hidayət edirlər. Buna baxmayaraq, cəmaət Peyğəmbəri xoş qarşılamır. Cəmaət Peyğəmbərə əziyyət edir. Son sözümüz bu oldu ki, Peyğəmbər salavatullah Taifə getdi. Taif bir məntəqənin adıdır. Orada Peyğəmbərə çox əziyyət etdilər. Amma Peyğəmbər o cəmaət üçün dua elədi. Peyğəmbər salavatullah o cəmaət üçün dua elədi. Belə bir söz dedi, belə bir dua etdi. Allahümmə hdi qavmi. İlahi, mənim qövmümü hidayət etkinə. Fə innəhum lə yələmun. Həqiqətən onlar bilmirlər. Peyğəmbər salavatullahın məşhur kəlamlarından biridir. Deyirdi, bilmirlər. Bilsəydilər, belə etməzdilər. Fə innəhum lə yələmun. Peyğəmbərlər böyük bir səbrə malik insanlardır. Bu baxımdan ki, Hz. Nuh əleyhissalamın barəsində olan ayələri və Peyğəmbərlər tarixində yazılan sözləri nəzərdən keçirdiyimiz zaman görürük ki, Nuh əleyhissalam 950 il Peyğəmbərlik edib. Hələ nə qədər yaşayıb bilmirik. Allah Teala Quran-ı Kərimdə buyurur ki, 950 il Peyğəmbərlik edib. Amma cəmaət iman getirib 72 nəfər. 950 il 72 nəfər iman getirib. Və Hz. Nuh əleyhissalam baxır bu cəmaatın halına ağlayır. Özü öz halını bu cür bəyan edir Quran-ı Kərimdə. Nuh əleyhissalam deyir ki, qalə Rəbbi, inni dəvtu qavmi leylən və nəharən. İlahi, mən öz cəmaatımı gecə və gündüz çağırdım. Gecə gündüz mən bu cəmaatı sənə tərəf çağırdım. O ki, biz keçən cümələrdə dedik, hidayət budur ki, Allah Teala'nın rəhmət yağışı kimidir, hər tərəfə yağır. Amma kimin qabiliyyəti var, hidayəti o götürür. Müəllim sinifdə dərs deyir, hamıya eyni cür dərs deyir. Amma dərs oxumaq istəyən dərs oxuyur. Dərs oxumayan isə müəllim güclə ona dərs öyrətmir. Müəllim sinifdə dərsi deyir hamıya eyni cür, eyni qaydada. Sinifdə görürsən ki, dərs oxuyanlar var, oxumayanlar var. Və o cümlədən Nuh əleyhissalam da buyurur ki, mən gecə-gündüz onları dəvət etdim. Fələm yəziduhum duai illə firara. Mən onları Allaha tərəf dəvət etdiyim zaman onlar qaçırdılar. Və İnni kulləmə dəəvtuhum litəğfirə ləhum cəəlu əsabiəhum fi əzənihim. O hidayət olmaq istəməyənlərin halıdır bu.
hidayət olmaq istəməyənlər nə edirlər? Deyir, nə vaxt ki, mən onları dəvət edirdim ki, sən onları bağışlayasan, cəəlu əsəbiəhum fi əzənihim, barmaqları ilə qulaqlarını tuturdular. Barmaqları ilə qulaqlarını tuturdular ki, mənim sözümü dinləməsinlər, eşitməsinlər. Vəstəxşəu thiyabəhum, paltarlarını bürünürdülər. Görün, Peyğəmbərlər necə rəziyyət çəkib. Deyir, paltarlarına bürünürdülər və əsərru istikbarən və istəkbəru istikbarən, təkəbbürlük eləyirdilər. Yəni, bəzi insanların hidayət olmamaqlarının səbəblərindən biri onların təkəbbürlüyü imkan vermiş. Yəni, onlarda olan təkəbbürlük icazə vermir onlara ki, onlar iman getirsinlər. Danışacağıq o həmin maneələr barəsində ki, nələr adama mane olur hidayət olmağa. Maneələr var. Və Allah Taala da hidayət olmayan insanlardan qiyamət günündə soruşacaq. Soruşacaq ki, sizə nə mane oldu hidayət olmamağa? Var ayələr, cəhənnəmə gedən cəmaatı mələklər saxlayacaqlar. Deyəcəklər ki, sizə Peyğəmbər gəlməmişdi. Rəsul deyir Allah Taala Qurani Kərimdə. Deyir, sizə elçi, rəsul gəlməmişdi. Dedilər, gəlmişdi. Biz onları ələ salırdıq, məsxərə edirdik, istehza edirdik. Mələklər deyəcəklər ki, buyurun, daxil olun onda. Və Həzreti Nuh əleyhissalam deyir, yenə də əl çəkmirdin cəmaatdan. Peyğəmbərlər çox israr eləyirlər, insanlar hidayət olsunlar. Bəzən o bir sıra insanlar sözlər deyir, istəyirsən ki, hamı namaz qılsın, istəyirsən hamı namaz qılsın. O qədər adam danışır o namaz qılmayanları namaza getirmək üçün. Bunlar elə fikirləşirlər ki, bunların namaza gəlməyi ilə bunlara böyük mənfəət gələcək. O qədər israr eləyir ki, sən namaz qıl, inan namaz vacibdir hidayət olması üçün. Həzreti Nuh əleyhissalam deyir ki, "Thumma inni da'awtuhum cihara." Deyir, sonra mən onları aşkar dəvət elədim. Bərkdən dəvət eləyirdim. Cəmaatı Allaha tərəf çağırırdım, amma yenə də cəmaat gəlmirdi. Həzreti Nuh əleyhissalam öz fəaliyyətini deyir, Allah Taala da Qurani Kərimdə ayə şəklində bizə göstərir ki, peyğəmbərlər nə cür fədakar, səbirli, təmkinli insanlardır ki, bax bu çətinliklərə rağmen yenə də Allaha tərəf dəvət edir. Daha sonra biz bir ayə oxumuşduq. O ayələri xatırlatmaq üçün deyirəm sizə, Allah Taala Peyğəmbər sallavatullahı buyurur ki, Peyğəmbər, sən istədiyin adamı hidayət edə bilməzsən. İn əhbəbtə, belə bir ayədə buyurur. Peyğəmbər, sən istədiyi hidayət edə bilməzsən. Ki, biz istəyirik hamı hidayət olsun, hamı namaz qılsın, hamı oruç tutsun, heç kim pis əməllə məşğul olmasın, biz istəyirik bunu. Amma gərək ki, onlar özləri də istəsin. Və ayədə Allah Taala buyurur, başqa bir ayədə, buyurur ki, kimlər hidayət olar? Kimlər hidayət olar? Yəni, Peyğəmbər kimləri hidayət edə bilər? Peyğəmbər kimləri düz yola götürə bilər? Allah Taala buyurur ki, وَمَا أَنْتَ بِهَادِ الْأُمْ Peyğəmbər, sən görməyənləri hidayət edə bilməzsən. وَمَا أَنْتَ بِهَادِ الْأُمْ Sən görməyənləri hidayət edə bilməzsən. Görməyənlərdən məqsəd yəni kimdir? Gözü görməyən insanları deyir, hidayət edə bilməzsən. Deyir, yox, o deyil. Onlardan danışmır. Bəs görməyənlərdən məqsəd kimdir? Deyir, görməyənlərdən məqsəd budur ki, o insanlar ağıl gözü ilə həqiqətləri görə bilmirsə, sən onları hidayət edə bilməzsən. Ən zəlalətihim, onların zəlalətdə olmasından.
Bəs Peyğəmbər kimləri hidayət edə bilir? Kimlər hidayət olmaq şansına malikdir? Məsələn, biz danışacağıq, kimlərin daha çox ehtimal var hidayət olmasına. Cəmiyyət içərisində biz görürük, bəzi insanlar var, baxırsan bütün gözəl insani keyfiyyətləri, əxlaqi keyfiyyətləri var. Deyirsən ki, bir dənə bunun namazı çatışmır. Var elə insanlar. Görürsən, çox gözəl, mədəni, ədəbli insanlardır, xeyirxah insanlardır. Deyirsən, bir dənə bunun namazı çatışmır. Və ehtimal da var ki, nə vaxtsa o namaz qılacaq. Və o insanların ehtimal var hidayət olmasına kimlər də olar? Kimlər də olar? Allah Taala buyurur ki, İlla, məgər o kəsi sən hidayət edə bilərsən, yu'minu bi ayətinə, ayələrimizə iman getirənləri hidayət edə bilərsən. Fəhum muslimun. İkinci xüsusiyyət də budur ki, onlar ki, təslim olanlardır. İki dənə xüsusiyyət var hidayət olmaq üçün bu ayədə. Allah Taala göstərir, deyir, birinci ayələrə iman getiriblər. Ayələrə iman getirməklə yanaşı həm də təslim olublar. Müsəlmanın mənası, bir mənası da təslim olmaq deməkdir. Yəni, təslim olublar. Mümkün idi həmin o zamanlarda Peyğəmbərə iman ayələri bilsinlər. Bilsinlər ki, bu ayələr düzdür. Amma Peyğəmbərə təslim olmurdular. Allahın ayələrinə təslim olmurdular. Bilirdilər Peyğəmbər ilahi şəxsdir. Quran Allahın göndərdiyi sözdür. İnanırdılar buna, amma təslim olmurdular. Allah Taala buyurur ki, iki xüsusiyyət. İman getirib ayələrimizə və təslim olublar. Bunları sən hidayət edərsən. Başqa kimlər hidayət olmaq şansına malikdir? Bəlkə də içərimizdə də belə bu ayələrlə, bu sözlərlə hidayət olan insanlar var. Allah Taala Quran-ı Kərimdə buyurur ki, Maidə surəsinin 16-cı ayəsində buyurur, Yəhdi bihillah. Hidayət edir Allah, Quranla hidayət edir. Kimi hidayət edir? Buyurur ki, mən ittəbəə rizvanə, o kəslər ki, Allahın razılığına tabe edilər. Allahın razılığına tabe olanları Allah hidayət edir, subüləs-sələm, salamatçılıq yollarına. Yaxud Allahın yoluna. Səlam Allah Taalanın adlarından biridir, Allahın yoluna hidayət edir. Və Peyğəmbər salavatullahın zamanında neçə insanlar hidayət olurdu və bəzi insanlar bu təhlükədən narahat idilər və təhlükə görürdülər özləri üçün ki, cəmaatın iman getirməsini, narahat idilər. Bir nəfər vardı, deyir, mən Məkkə şəhərinə getdim. Peyğəmbər salavatullahın yeni Peyğəmbərliyə başladığı dönəmdə Məkkə şəhərinə getdim. Qəbiləmizin rəisi dedi mənə ki, Məkkədə bir nəfər var, Peyğəmbərlik iddiası edir. Elə ki, onun yanına çatdım, qulağıma pambıq sal. Qulağıma pambıq sal ki, onun sözlərini eşitməyəsən. Bu maneə tarixdə neçə başqa formalarda olub. Məsələn, İmam Hüseyin əleyhissalam Kərbəlada olduğu zaman üzünü tutur Yezidin qoşununa, başlayır o cəmaatı tanıtdırmağı ki, mən kiməm? İmam Hüseyin deyir ki, yəni mən Peyğəmbərin nəvəsiyəm, atam Əlidir, anam Fatimədir və cəmaata danışır ki, yəni biləsiz mən kiməm? Onda Yezidin qoşunu deyir ki, təbilləri çalın ki, Hüseynin sesini eşitməsin bu cəmaat. Hüseynin sesini eşitməsin. Belə bir işlər görürdülər. Və bu həmin şəxs deyir ki, mən gəldim Məkkə şəhərinə və gördüm Peyğəmbər salavatullah. Gördüm, qulağına saldım pambığı, amma insanın belə bir xüsusiyyəti var.
Neyi ki qadağan eləysən, insan ona tərəf meyl eləyir. Deyirsən ki, bu olmaz, maraq eləyir ki, görürsən, bu nə üçün olmaz? Gəldim, yaxınlaşdım, qulağımdan çıxartdım pambığı, Peyğəmbərin sözlərini dinləməyə başladım. Gördüm ki, burada bir pis söz yoxdur ki, elə gözəl sözlər deyir. Hansı ki, bizim xurafat, mühümat, illərlə cahiliyyət dönəmində bizim canımıza, qanımıza işləmiş xüsusiyyətlərlə Peyğəmbər mübarizə aparır. Dedim, mən də iman getirirəm. Daha sonra adam qayıdır öz qəbiləsinə, qəbilənin rəisinə deyir ki, onun dinində pis bir şey yoxdur ki. Və həmin insanlardan biri, bir dəstəsi Məsihilərdən olub. Quran-ı Kərimin Qəsəs surəsinin 53, 54, 55-ci ayələrdə Allah Taala buyurur. Həmin şəxslər barəsində buyurur. Bəni Nəcran Məsihilərindəndir. Bilirik ki, Ərəbistan yarımadasında bütpərəstlərlə yanaşı həm Yəhudilər yaşayıb, həm Xristiyanlar, Məsihilər yaşayıb və bunlar hamısı eyni millət olmasına baxmayaraq dinləri bunların ayrı olub. O cümlədən Bəni Nəcran Məsihiləri Peyğəmbər sallavatullahın yanına gəlirlər, İslam dinini öyrənməkdən ötürü. Aleykümüssalam. Allah Taala buyurur ki, onlar barəsində. Bunlar Peyğəmbərə iman getirirlər. Peyğəmbərə iman getirəndən sonra qaydanda bunlar Əbu Cəhil və onun misalında olan adamlar, Əbu Sufyan, onun misalında olan adamlar bu həmin Məsihiləri, Xristiyanları qarşılayırlar. Deyirlər ki, hara gəlmişdiniz? Dedilər, Peyğəmbərin yanına gəldik. Nə oldu? Dedi, iman getirdik ona. Dedi, nə danışırsınız? O bizim yanımızdadır səhərdən axşama kimi. Biz iman getirmirik ona. Siz o qədər məsafəni qət edib ona iman etməyə gəlmişsiniz. Sizin ağlınız yoxdur. Bunlar onun sözünə əhəmiyyət vermiş. Quran ayəsi Allah Taala onları gözəl danışır bu ayə ilə. Allah Taala buyurur ki, Bismillahirrahmanirrahim və izə yutla aleyhim. O zaman ki, onlara oxuduğun zaman Allah barəsində, axirət barəsində, iman barəsində onlara dediyin zaman qalu əmənnə bihi. Allah'a iman etdik. İnnəhul haqq. Həqiqətən o doğrudur. İnnə kunnə min qəblihi muslimin. Biz elə bundan əvvəl də müsəlman idik. Yəni, onlar ki, İncilə iman getirmişdilər, dedi, biz bundan əvvəl də müsəlman idik. Yəni, təslim olmuşduq Allahın ayələrinə. Allah Taala buyurur ki, ulaikə yutunə əcrəhum mərrəteyn. Onlar o kəslərdir ki, onların mükafatı 2 dəfə veriləcək. 2 dəfə veriləcək. Təfsirçilər deyir ki, 2 dəfə veriləcək mükafatı. Məqsəd budur ki, həm İncilə iman getiriblər, həm Quran-ı Kərimə iman getiriblər. Allah Taala buyurur ki, ulaikə yutunə əcrəhum mərrəteyn. Onların mükafatı 2 dəfə veriləcək. Aleykümüssalam. Bima səbəru. İman getirəndən sonra səbr etdilər. Bima səbəru. Və yədrəunə bilhəsənətis səyyiə. Allah Taala buyurur ki, yaxşılıqlarla onları pisliklərdən uzaqlaşdırdıq. Quran-ı Kərimdə belə bir ayə var. İnnəl həsənat yuzhibnəs səyyiat. Yaxşılıqlar pislikləri aradan aparır. Və yaxud başqa bir kəlamda qeyd olunur ki, Allah Taala onların etdikləri günah əməli savaba çevirir. İman etməkləri ilə. Və mimma rəzəqnahum yunfiqun. Onlara öz ruzilərimizdən Allah Taala buyurur ki, və mimma rəzəqnahum, o şeylərdən ki, onlara ruzi edirdik, onlar infaq edirdilər. Və izə səmi'ul ləğv. Onlar boş-boş sözlər eşitdikləri zaman, hansı ki, Əbu Cəhil və onun misalında olanlar
deyirdilər ki, siz nə üçün iman getirmisiniz? Ərəzu ənhu. Ondan uzaqlaşırdılar. Onun sözünə qulaq asmırdılar, əhəmiyyət vermirdilər. Bu cür söz deyirdilər: Lənə əməlunə və ləkum əməlukum. Bizim öz əməlimiz var, sizin öz əməliniz var. Selamun aleykum. Lə nəbtəğil cahilin. Salam olsun sizə. Biz cahillərdən deyilik. Hansı ki, başqa bir ayədə Allah Teala buyurur ki, İbadur Rəhman, Rəhmanın bəndələri yəmşuna aləl ərdi havnən, yer üzündə aram-aram gezirlər. İza xatəbəhumul cahilun, cahillər onlara söz deyən zaman, söz atan zaman, qalu səlama, barı boş verirlər, əhəmiyyət vermirlər. Və bu həmin ayədə də Allah Teala buyurur ki, onlar bu cür dedilər, selamun aleykum, yəni sizin sözünüzün bizim üçün bir əhəmiyyəti yoxdur. La nəbtəğil cahilin, biz cahillərdən deyilik. Bax, bu həmin Peyğəmbərlərin zamanında hidayət olan şəxslərdir, hidayət olan kəslərdir və inşallah bizim hələ də mövzumuz davam edir. Allah Teala'dan duamız budur ki, bütün hidayət olmayan insanlara Allah Teala tezliklə haqqa hidayət etsin. Allah Teala hidayət olanları sabit qədəm etsin. İnşallah. Əuzu billahi minəşşeytanirracim.